Salam hörmətli müəllimlər, bugün mən sizə sertifikasiya sınağına düşmüş sualın izahını verəcəm. Müəllim bölməni başa vurduqdan sonra bölmə üzrə summativ qiymətləndirmə keçirir. Qiymətləndirmə nəticələrinə əsasən sinifin yarıdan çoxu aşağı nəticə göstərir. Bu vəziyyət müəllimdə narahatlıq doğurur və o dərhal növbəti bölməyə keçir. Müəllimin bu qərarını necə qiymətləndirmək olar? Testi düzgün etməyin açar məqamlarından biri testin sualını düzgün anlamaqdır. Çünki nə istədiyi bu sualda öz əksini tapıb. Bizə deyir ki, müəllim burada bir qərar verib, siz isə o qərarı dəyərləndirin. Doğru mu yanaşıb pedaqoji baxımdan, yoxsa yanlış mı? İndi gəlin baxaq görək situasiyada hansı proseslər, hansı addımlar gedir. Müəllim summativ edir, deməli summativ edir. Nəticələr aşağı olur və müəllim növbəti bölməyə keçir. Müəllimin qərarı burada nə oldu? Onun növbəti bölməyə keçməsi oldu. Gəlin indi bir-bir variantları oxuyaq və summativ qiymətləndirmə ilə bağlı bildiklərimizlə əlaqələndirib dəyərləndirmə aparaq. Onu deyim ki, summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir. Bölmə sonunda, bölmə daxilində və ya yarımilin sonunda aparılır və şagirdin nailiyyət səviyyəsini ölçməyə xidmət edir. Eyni zamanda bu nəticədən biz gələcək üçün də istifadə edirik. A bəndinə baxaq. Deyir, bu qərar doğrudur. Hansı qərar? Müəllimin növbəti bölməyə keçməsi. Çünki summativ qiymətləndirmə nəticələrindən sonra dərhal yeni mövzuya keçmək illik planlaşmaya uyğunluq baxımından vacibdir. A bəndində diqqətə çatdırılan məqam müəllimin illik planlaşmaya uymasıdır. Bu vacibdir. Ancaq biz qiymətləndirməni ona görə aparırıq ki, məlumat alaq və o məlumatdan şagirdin inkişafı üçün istifadə edək. Əgər müəllim həmin məlumatdan inkişaf üçün istifadə etməyibsə, bu növbəti bölmələrdə tədrisin davamlılığını pozacaq, yəni keyfiyyətə təsir edəcək. O baxımdan bu qərarı biz doğru hesab etmirik. Pedaqoji baxımdan yanlışdır. Nəticələr zəif olsa da, summativ qiymətləndirmə nəticələri yalnız rəsmi sənədləşdirmək üçün nəzərdə tutulduğuna görə müəllim qərarında haqlıdır. Xeyr, bu da yanlışdır. Çünki rəsmi sənəd olması o demək deyil ki, şagirdin inkişafını biz göz ardı etməliyik. Biz məlumatlardan düzgün, gələcək inkişaf üçün istifadə etməliyik. Yalnız sənədləşmək üçün nəzərdə tutulması fikri bu cavabı da yanlış edir. Müəllimin qərarı yanlışdır. Çünki summativ qiymətləndirmə nəticələri tədrisin keyfiyyətinə dair əhəmiyyətli məlumat təqdim edir. Və bu zəif nəticələr əlavə dəstək və korreksiya tədbirlərini tələb edir. Bəli, C variantı summativ qiymətləndirmənin məqsədinə uyğundur. Çünki biz nəticəni təhlil etməliyik. Şagirdlərin boşluqlarını ortaya çıxartmalıyıq və öz tədris metodlarımıza, sualların səviyyəsinə, eləcə də gələcəkdə inkişaf üçün hansı addımlar atmalıyıq. Bununla bağlı bir düşünüb tədbir görməyimiz lazımdır. Bu baxımdan müəllimin, yəni növbəti bölməyə keçməklə bağlı verdiyi qərar pedaqoji baxımdan yanlış hesab edilir. O, şagirdin zəif nəticəsini korreksiya etmək üçün, düzəltmək üçün tədbir görməlidir. Cavab C bəndidir. D-yə baxırıq. Müəllimin yanaşması düzgündür. Çünki summativ qiymətləndirmə keçmiş nailiyyətini ölçür. Bu isə gələcək tədrisə təsir etməməlidir. Əlbəttə ki, keçmiş nailiyyəti ölçmək, keçmişdə aldığımız dərslər gələcəkdə daha yaxşı, daha doğru addımlar atmağımıza kömək etməlidir. Yalnız keçmişi ölçməyə xidmət etməli deyil. Hələ ki, bu qiymətləndirmədən danışılırsa. Demək ki, D bəndində cavab deyil. Müəllimin qərarı haqlıdır, çünki qiymətləndirmə nəticələri fən kurikulumu ilə deyil, şagirdin fərdi xüsusiyyətləri ilə əlaqələndirilməlidir. Niyə yanlışdır? Çünki fən kurikulumunu diqqətdən kənarda saxlayır. Çünki biz demişik, summativ qiymətləndirmə apararkən fən kurikulumda nəzərdə tutulan məzmun standartlarının reallaşmasını ölçməyi, tapşırıqları onları ölçmək üçün hazırlamağı diqqətdə saxlamalıyıq. Fərdi yanaşma ilə bərabər kurikulumu da diqqətdə saxlamağımız çox vacibdir. Bu baxımdan Y bəndi də yanlışdır. Belə hörmətli müəllimlər, növbəti test izahlarında görüşərik.